Aha, deməli mən bu gün sizlə başlayıram maraqlı bir mövzuya. Bu mövzunun adı, deməli, çətin tərbiyə olunan uşaqlardır. Ümumiyyətlə çətin uşaq anlayışı kimə deyilir? Çox vaxt sözə baxmayan, insanları əsəbləşdirən, ağlayan, aqressiya törədən, qaydalara tabe olmayan, verilən əməl belə deyək, tapşırıqları yerinə yetirməyən, diqqətini cəmləməkdə çətinlik çəkən, tez inciyən, küsən, davamlı hərəkətli, enerjili, impulsiv, həddindən artıq çox qapalı və yaxud da həddindən artıq çox idarəçi olan uşaqlara biz çətin tərbiyə olunan uşaqları deyirik və bonus olaraq elmi ədəbiyyatda çox vaxt da buna deyirlər ki, pedaqoji baxımsız uşaqlar, nə bilim valideynləri tərbiyəsizdir, etiket vururlar və xüsusən ən həssas nöqtə əlilliyi müəyyən edilmiş şəxslərdir ki, bu uşaqlara da sanki çətin tərbiyə olunan damğası vurulur. Əlil şəxsdir, əlildir, autizmdir, əqli geridir. Yəni çox kobud ifadələrdən istifadə edərək bu uşaqları aşağılayırlar və adı olur ki, çətin tərbiyə olunan uşaqdır. Mən sizə deyirəm ki, çətin tərbiyə olunan ümumiyyətlə uşaq yoxdur. Uşağı düzgün şəkildə yetişdirə bilməyən valideyn var. Bu hissəsinə YouTube kanalından keçib valideyn deməli travmaları mövzusunda başlığı yazaraq baxa bilərsiniz. Bu ayrı bir mövzudur. Əgər bir uşaq çətin tərbiyə olunandırsa və bir etiketə məruz qalırsa ki, mən davamlı olaraq belə deyək ki, söyüş söyürəm, mən davamlı olaraq kapriz edirəm, mən davamlı olaraq əşyaları sındırıram, mən davamlı olaraq mənə verilən belə deyək ki, təlimatlara, tapşırıqlara əməl etmirəm. Bu halda o deməkdir ki, nə? Yəni mən çətin tərbiyə olunan uşağam? Yox. Əslində çətin tərbiyə olunan uşaqlar zaman-zaman yaradılıb. Xüsusən də bu belə deyim ki, daha çox əlil şəxslərə aid edilir. Amma zaman keçdikcə terapiyalar yaradılıb və terapiyaların heç biri boşuna deyil. Ümumiyyətlə bu terapiyalardan düzgün istifadə edərək uşaqları düzgün şəkildə yetişdirmək olar. Amma biz terapiya uygulamamışdan öncə baxmalıyıq görək ki, bu uşaqları ümumiyyətlə tərbiyəsiz edən nədir? Çətin tərbiyə edən nədir? Ümumiyyətlə tərbiyəsiz, yekəbaş, dikbaş, sözə baxmayan, abırsız, həyasız, anası sifət, atasına oxşamış, nəslinə oxşamış, zaman-zaman içi mən qarışıq hamımız, əksəriyyətimiz demək olar ki, uşaqlıqda istəsəydi, istəməsəydi bu sözlər ya bizə deyilib, ya da ki, istəsəydi, istəməsəydi bu sözləri eşitmişik, ya da böyümüşük bir şəkildə, yəni xəbərlərdən, internetdən, lap öz həyatımızda olmasa belə eşitmişik. Təbii ki, bu damğalarla böyüyən bir uşaq gələcəkdə davamlı olaraq ya buna qarşı üsyan eləyəcək ki, xeyr, mən yekəbaş tərbiyəsiz, əxlaqsız deyiləm. Üsyan mövqeyində olacaq öz anasına qarşı, cəmiyyətə qarşı, belə olan halda da kommunikativ münasibətlərində problem alacaq. Ya da ki, bu uşaq əksinə ona bunu uyğunlaşmağa çalışacaq ki, hər kəs onu sevsin, görsün, bəyənsin, istəsin, başa düşsün. Yəni bu iki faktor üzərindən gedəcək. Amma heç bir halda bu uşağı tərbiyəsiz etmir. Ümumiyyətlə, bir uşaq anadan olandan ağ lövhə şəklində doğulur. Yəni, mən tərbiyəsizəm deyə dünyaya gəlmirəm, mən əxlaqsızam deyə dünyaya gəlmirəm, mən yekəbaşam deyə gəlmirəm, mən kaprizliyəm deyə gəlmirəm. Ümumiyyətlə, uşaq özü də bir neçə mütəxəssislə məşğul. Bir var pediatrik problemlər. Bu, uşaqlarla bağlı olan problemlərdir. Məsələn, deyək ki, uşağın çəkisidir, boyudur, fiziki əlamətləridir. Misal üçün deyirəm. İkinci növbədə gəlir, məsəl üçün deyək ki, psixoloji problemlər. Məsələn, bu uşağın koqnitiv bacarıqlarıdır, özünü ifadə etməkdir, özgüvənidir, sosial münasibətləridir, adaptasiyadır. Düzdürmü? Yəni ki, bu gəlmiş olur. Artıq bu hissəni fərqləndirmək olur və bizə lazım olan nüans valideynin uşağa olan müraciət tərzidir. Əgər uşaqda heç bir tibbi bir problem yoxdursa, uşaq sağlamdırsa, yəni pediatr da bunu təsdiq edir ki, bu uşaq fiziki olaraq sağlamdır. Amma uşaq gəlib aqressiya yaradırsa, qışqırırsa, bağırırsa, əşyaları yerə çırpırsa, sözə qulaq asmırsa, mən buna etiket vurub sən tərbiyəsizsən, get otur, sən əxlaqsızsan, sən atava oxşamısan deyib uşağı əksinə ifadə edilməyən duyğuların içində bastırmasına, gələcəkdə də istəmədiyim halda davranış pozuntusuna yer açan hərəkətlərə gətirib çıxarıram və yaxud da ki, ani əsəb partlamaları, aqressiya gətirib çıxarmış oluram. Aha, ümumiyyətlə səbəb nə ola bilər ki, mən bir uşağa tərbiyəsiz deyim? Səbəb nə ola bilər ki, mən bir uşağa pedaqoji baxımdan, necə deyim, emosional olaraq özünü apara bilməyən deyim. Səbəb nədir axı bir uşaq çətin tərbiyə olunan uşaq damğası alsın? Niyə görə? Yəni məsələn xoşunuza gələrmi ki, sizə desinlər çətin tərbiyə olunan qız, çətin tərbiyə olunan oğlan? 18 yaş üzəri kimə nə isə desən, avtomatik insanlar özünü psixoloji müdafiə keçir. Sən kimsən ki, mənimlə bu cür danışırsan? Zəhmət olmasa, adi birinə desən ki, sən kökəlmisən, deyir, sənin nəyə lazımdır? Niyə ərə getmirsən? Deyir ki, bu məni maraqlandırır. Düzdürmü? İnsanlar özünü müdafiə edə bilir. Yəni, bir yetişkin özünü müdafiə edə bilir. Amma 18 yaşından aşağı 5 yaşında uşaq, 6 yaşında uşaq və yaxud da 10 yaşında bir uşaq özünü bu cür şəkildə ifadə edə bilmir.
daha doğrusu ifadə etmək istəsə də qəbul olunmur. Çünki valideynləri əslində emosional cəhətdən inkişaf etməmiş, dünya görüşsüz valideyndirlər və onlar sadəcə uşaqlarına travma verməklə məşğuldurlar ki, uşaqların beyinlərini doldururlar və belə olan halda onlar cəmiyyətdə sağlam övlad deyil, anormal şəxsiyyətlər formalaşdırmış olur və bunu istəmsizcəsinə edirlər, amma sevgi başlığı altında edirlər. Çünki onların sevgisi döymək, vurmaq, əzmək, təhqir etmək, dəyərsizləşdirmək, uşağı özünə yetərsiz hiss elətdirmək, kimliyini almaq, tərbiyəsiz damğası vuraraq onu inkişaf elətdirməkdir ki, bu valideynlər bunu bu cür şəkildə sevgi başa düşürlər. Ümumiyyətlə, tərbiyəsiz faktorunu ümumiləşdirsək, bunu qısa və net belə danışa bilərik. Ailədə gərginlik və emosional laqeydlik və sərt tərbiyə üsulu. Bu nə ola bilər? Mənim vecimə deyil uşaq, nə yeyir, nə içir, nə geyinir. Onsuz da atası sifətdir, atasına nifrət edir deyə aqressiyasını uşaqdan çıxır, zorla ərə gedib deyə öz ərini qəbul etmir, başqa kişilərə qoşulur, qaçır uşağı atır. Yəni bu real hadisələrdir, kobud da olsa deməliyəm. Uşağa emosional yanaşılır, ailədə gərginlik var, ata-ana dalaşır, qırğın söz-söhbət, uşaq ortada qalır, sərt tərbiyə. Uşaq da özünü ifadə edə bilmir və uşaq özünü ifadə edə bilməyəndə ya özünə qapanır, hamıdan uzaqlaşır, deyirlər, nə yaxşı bu sakit dinməz uşaqdır. Bir təzəgənə ana Ya da aqressiv şəkildə səsləri bağlayaq zəhmət olmasa, ya da aqressiv şəkildə neyniyir? Aqressiv şəkildə özünü ifadə etməyə başlayır və nəticədə bir dənə söz yeyirsən, tərbiyəsizsən, sən əxlaqsızsan. Temperament xüsusiyyəti, yəni ola bilər ki, bu uşaq sanqvinikdir, ola bilər xlorikdir, ola bilər ki, melanxolikdir. Məsəl üçün deyə, bu temperament xüsusiyyətinə də baxmaq lazımdır. Travmatik təcrübələr, ümumiyyətlə ailədə boşanma, itki, zorakılıq, qəbul edilmə, atanın tərk etməsi, ata yoxluğu, ana yoxluğu, emosional yoxluq sayılır. Daha sonra yəni bu təcrübələr uşağın da, baxın, aqressiyanın əsas fonu nədir? Mən uşağam və uşaq olaraq özümü ifadə edə bilmirəm. Söhbət sağlam uşaqdan gedir. Mən özümü ifadə edə bilmədiyimə görə məcburam ki, aqressiya açım. Hətta mən əlil şəxslərdən danışsam belə, anormal psixologiyadan danışsam belə, bu uşaqların da özünü ifadə etmə tərzi var, amma o əlildir deyə, ancaq əlil damğası altında belə deyək ki, əzilir. Beyin inkişaf faktoru ola bilər. Yəni mən buna toxundum ki, hansı müddəalarla bu olmuş olur. Aha, baxın, bu problemlərə görə terapiyalar yaradılır, bu problemlərə görə metodlar yaradılır, bu problemlərə görə psixoloqlar var. Yəni, bu problemləri həll etmək üçün psixoloq valideynə dəstək olmalıdır, amma hansı meyarla? Birinci növbədə siz ödənişsiz şəkildə maariflənə bilərsiniz. Əgər belə bir dəstək verən varsa, bu super, məsələn, biri mənəm. İkincisi, siz faydalana bilərsiniz məktəb psixoloqundan, dövlətin qoyduğu psixoloqdur, hansı ki, belə deyək ki, siz birbaşa məktəb psixoloqundan konkret əlaqəyə keçərək ödənişsiz dəstək ala bilərsiniz. Üçüncü ödənişli dəstəkdir, özəl məsələlərə, özəl tanıdığınız psixoloqlara müraciət edib bu məsələni işləyə bilərsiniz. Amma bizim məsələ o deyil ki, siz psixoloqa gedəsiniz. Əsas məsələ odur ki, mən başa düşməliyəm ki, mənim uşağımda nə problem var ki? Mənim uşağım niyə belə eləyir? Ümumiyyətlə, deyir bir söz var, bu söz bəlkə də çoxunuzu qıcıqlandıracaq, amma mən deməliyəm, uşaq valideynin güzgüsüdür. Uşaq valideynin güzgüsüdür. İstəsən də, istəməsən də. Bu demək deyil. Bəzi insanlar bunu təhqir kimi qəbul edir. Bəzi insanlar buna sevinir. Yəni içinizdə iki dənə variant getdi. Əgər mənim uşağımda nəsə xoşuma gəlməyən davranış varsa, xoşuma gəlməyən düşüncə meyarı varsa, mən fikirləşməliyəm ki, bir valideyn olaraq harda mən ola bilər ki, istəmsizcəsinə, harda mən öz ünsiyyət tərzimdə, harda mən davranış tərzimdə, harda mən emosiyalarımda uşağımda bu boşluğu yaratmışam ki, uşaq bunu mənə aynalayır. Yəni şəxsi inkişaf üzrə də belə deyək ki, öz üzərində inkişaf keçən insanlar bunu başa düşür. Deməli, ümumiyyətlə gəlin qısa və ümumiləşdirək. Bu uşaqlara ümumiyyətlə necə yanaşmaq lazımdır? Cəza, bağırmaq problemi deyil. Ən effektiv üslub nədir? Birinci üslub belə qeyd olunur ki, sakit və sabit münasibətdir. Uşaq nə qədər çətin davransa da valideynin tonu və reaksiyası sakit. Ümumiyyətlə, baxın, mən sizə biraz şəxsi inkişaf koçu kimi və psixoloqu kimi sizə deyim, yəni artıq uzun illərdir məşğulam və deyim, ümumiyyətlə şəxsi inkişafı keçməyən insanlar uşaq tərbiyəsində çox çətinlik çəkir. Ya da ki, uşaq psixologiyasını bilməyən şəxslər uşağın inkişafından bağlı çox çətinlik çəkir. Ümumiyyətlə, qısa və net sizə bir sir deyim. Mən bir insan olaraq nəyə çox emosiya yükləyirəmsə, o problemdə həll edə bilmədiyim nüanslar çoxdur. Nəyə çox əsəbləşirəmsə, nəyə çox qıcıq verirsə mənə, nə məni narahat edirsə, mənim orada özümlə bağlı həll etmədiyim problem var.
Əgər mən bu gün öz uşağıma qarşı əsəbləşirəmsə, aqressivləşirəmsə, vurmaq istəyirəmsə, döymək istəyirəmsə, psixoloji da olsa zorakılıq etmək istəyirəmsə, baxın, mən sizə bir misal deyim. Mən o gün avtobusdan keçirdim və belə oldu ki, avtobusdan keçəndə bir məktəbli oğlan öz anasını əsəbləşdirir. Nə isə deyir, aralarında söhbət düşür və avtobusdan baxanda bu görünür. Birdən ana hamının içərisində, avtobusun qabağında, ətrafında dayanacaqda adamlar ola-ola götürdü bir dənə şilləni oğlunun sifətindən elə qoydu ki, uşağa. Barmağı ilə də dedi ki, yerivi bil. Sizcə bu uşaq zorakılığıdır? Bir ana avtobusun qabağında və insanların içərisində öz uşağını şillə vurdu. Yəni nə qədər bu ananın psixoloji durumu yerindədir. Və bunu hamının qarşısında etdi. Yəni sualım sizədir və sualınız varsa yazın. Yəni baxın, bir nüans gördüyüm budur. İkinci nüans, avtobusa bir qadın minmişdi. Öz uşağını səsi çıxanda ancaq başına vururdu. Sakit ol, sakit ol, biabır oldum, sakit ol, sakit ol. Sanki belə bir ki, palas çırpırmış kimi. Təbii ki, sual verə bilərsiniz, müdaxilə olunmadı, olundu. Avtobusdakılar söz deyir, amma yenə də nə qədər müdafiə olunsa da, axı bu mən görürəm, bu gün mən bu sözü deyirəm, amma sabahsı gün mən o uşağı görmürəm, axı valideyn aparır harda, necə onu başa düşürsüz, nə demək istəyir, nə edir? Yəni istənilən halda uşaq da fiziki və psixoloji zorakılığa məruz qalır, amma valideyn deyir ki, döyürəm, tərbiyələnsin, vururam, ağıllı olsun. Belə eləyəndə yaxşı, amma uşaq robot deyil axı. Uşağın hissləri var. Yəni qəbul eləyək ki, nəyə çox reaksiya veririksə, biz özümüzlə işləməliyik. Əgər mənim uşağımda bu problem varsa, birinci mən başa düşməliyəm ki, mən harda nəsə düzgün etmirəm ki, bu problem toplu şəkildə mənim qarşıma çıxır. Mən baxmalıyam. Məsələn, çox valideyn qəbul etmir ki, mənim uşağımın hansısa psixoloji bir problemi var, malalayır. Gec nitq açır, məsələn 4 yaşı var, gec nitq açır. Filan kəsin mənim nəslimdə də mənim oğlum gec nitq, ana nə qaynana deyir, ya nənə deyir. Mənim oğlum da gec dil açmışdı, 4 yaş normaldır, malaladı. Amma normalda siz bilirsiniz ki, artıq uşaq dil açmağa 1 yaş 6 aylığından yavaş-yavaş başlamalıdır, hələ minimum deyirəm. Və yaxud da ki, uşağın belə deyək, autizmin erkən əlamətləri çıxıb, uşağın var 3 yaşı, valideyn malalayır. Əşi keçib gedəcək, düzələcək. Uşaq gəlir 5 yaşa, psixiatr rəy qoyur ki, avtomatik konnerdir diaqnozu, valideyn oturur ağlayır. Çünki malalanmışdı. 6 yaşa qədər vaxtımız var idi və gecikdiniz. Misal üçün deyirəm. Və yaxud da ki, bir tərəfdən də necə deyim, uşaq məsələn qazanı götürür, nənəsinin başına çırpır, nə bilim, nənə qorxur, gəlinə söz deyə bilmir. Misal üçün deyirəm. Malalanır. Uşaqdır da, böyüyəndə düzələcək. Boşluq buraxıldı. Və yaxud da uşaq gedir Maşa və Medvedə baxır, orada görür ki, tutalım ki, Maşa qaçır Medved dalınca, uşaq da evdə qaçır, nə bilim, pərdələri qoparır, evi sındırır, hamı eləyir. Hə, uşaqdır da düzələcək. Amma məsuliyyət alıb da bu uşaq niyə bu davranışı eləyir, baxmırıq. Sanki uşaq nə isə edirsə haqlıdır. Sanki uşağa, amma başa düşmürük ki, uşaq hələ özü müstəqil düşünüb şuurlu qərar verə bilmir. O nə edirsə etsin şuursuz şəkildə, öyrəndiklərini təqlid edərək edir. Yəni buradan situasiyadan belə bir nəticə çıxara bilərik ki, uşaq bəzi şeyləri şuursuzcasına edir. Yəni, valideyn çox vaxt, məsələn, tutalım, mən görürəm, 7 yaşlı oğlu söyür, uşağın yanında acizdir. Məsələn, oğlan uşaqlarında, xüsusən Azərbaycan mentalitetində biraz pərəstişkarlıq var, qəbul edərsiniz. Uşaq söyür, maması deyir, ay Allah, yaxşıdır, sakit ol, ay, qorxur. Hətta mən bir dənə uşaqda tanıyıram, 11 yaşı var, mamasına əl qaldırır, maması tez başını tutur aşağı. İndi ola bilər onlarda, yəni siz hər ailə bir cürdür də, yəni qaldırır. Yəni biraz elə bir ki, oğlan uşaqlarına sitayiş daha çoxdur. Qız uşaqlarını daha çox belə əzim, malalayım, sındırım eləyim. Ona görə də sabahsı gün münasibətdə toksiklik yaşayır. Bu gün niyə boşanmaların sayı çoxdur? Çünki əzilmə var, valideyn əzir. Yəni biz maariflənməyib öyrənməliyik ki, uşaqlarımızı düzgün şəkildə yetişdirək ki, gələcək nəsil heç olmasa sağlam şəkildə boşana bilsin. Travmatik yox, sağlam şəkildə münasibət qura bilsin. Misal üçün deyim. Emosiyaları adlandırmaq, ümumiyyətlə çalışmaq lazımdır ki, uşaqla işləyiriksə və birbaşa kontaktdayıqsa, uşaq əsəbləşərkən çalışaq emosiyasını başa düşək. Nəyə əsəbləşib, niyə əsəbləşib, bugün indi özünü necə hiss edirsən, necə fikir bildirərdin, bu sən özündə nə yaratdı, suallar verərək araşdıraq. Başa düşək. Ola bilər motivasiya verə bilərsiniz. Məsələn, sözlə. Məsələn, bu davranışı etməyin mənə xoş gəlmədi. Düşünürəm ki, məsəl üçün, sən qazanı çırpmaq yerinə onu aparıb yerinə qoysan daha çox olar. Belə olanda mən sənə 2 dənə, məsəl üçün, ulduz verərəm. Və yaxud da ki, nə bilim, əlinə 5 yazaram. Məsələn, primitiv hər şey pulla olası deyil bir şeydir. Və yaxud da sənə tutalım ki, ürəyin istədiyi ayda bir dəfə, məsəl üçün, şokolad hədiyyə edərəm. Motivasiya verə bilərsiniz. Gündəlik rutin tuta bilərsiniz. Məsəl üçün,
Gəl səndən elə bir plan quraq ki, birlikdə nələrsə daha yaxşı eləyə bilək. Oyun şəklində qura bilərsiniz. Burada avtomatik bir çox terapiyaları bilməlisiniz. Burada bilməlisiniz oyun terapiyası, nağıl terapiyası, art terapiyası, uşaq psixologiyasını daha dərindən bilməlisiniz ki, düzgün kommunikativ əlaqə yarada biləsiniz. Və metodunuz olmalı. Mən baxmalıyam uşaqla interaktiv metod aparıram, yəni qarşılıqlı ünsiyyət mi quraraq aparıram. Mən baxmalıyam ki, uşağımla müşahidə mi eləyərək, yəni onu öyrənirəm. Çox vaxt insan bilirsiniz necə görməzdən gəlir, basdırır. Və uşağının olması bəzi valideynlər özünə əskik kimi bildirir. Xüsusən də ataya nifrət varsa və kişilərdə qadına qarşı aqressiya varsa, uşağı tərk edir, rədd edir. Hətta belə demək pis çıxmasın, atır küçənin ortasına. Empatiya olmaq lazımdır. Valideyn düşünür ki, mən empatikəm, amma valideyn özü də narsist olur. Valideyn özü də antisosial şəxsiyyət pozuntusu olur. Valideyn özü də abuzer olur. Valideyn özü də travmatik olur. Valideyn özü də yəni çətin ola bilər və bu cür valideynlə böyüdən uşaq da istəmsizcəsinə bu cür valideynə məruz qalır. Sonralar özünə psixoloq, koç axtara-axtara qalırlar müəyyən yerlərdə. Yəni empatiya valideyndə olmalıdır. Başa düşməlidir ki, mənim uşağım bu gün qazanı yerə çırpırsa, ayaqlarını yerə döyürsə, bu uşağın davranışında nə var və lazımdırsa siz mütəxəssis dəstəyi götürməlisiniz. Yəni 3 kəlmə, 4 kəlmə ChatGPT ilə, nə bilim, Instagramda falan psixoloq bu sözü deməklə bu əmələ gəlmir. Çünki konsultasiyanın elə müddəti 1 saatdır. Bu nə deməkdir? Yəni mən sənə bir psixoloq olaraq 1 saat vaxt ayırıram, sənə və uşağına. Təbii ki, hər psixoloqla bunu işləmək də düzgün deyil. Araşdırmağınızı tövsiyə edirəm. Təhsilini, harda oxuyub, nədir, nəçi deyil. Ondan sonra bəli, siz birbaşa artıq konkret güvəndiyiniz bir mütəxəssislə etimad edərək öz büdcəniz daxilində. Bu arada yəni büdcəni heç kəs bəhanə edə bilməz, çünki hər büdcəyə uyğun hər işçi var. Yəni bir psixoloq var ki, seansı misal üçün 200 manatdır, bir psixoloq da var, seansı 20 manat. Sən özün bax gör sənin büdcənə hansı psixoloq uyğundur, hansı psixoloqla bunu araya gətirə bilərsən, amma yönlən, mütəxəssis dəstəyi götür. Sonra burada qeyd etdim artıq mütəxəssis yönləndirməsi ola bilər. Suallarınız varsa bu arada yazın. Artıq suallara cavab vermə hissəsinə keçəcəm. Yəni burada təlimdə olanlar suallarını yaza bilərlər. Valideyn üçün ən önəmli anlayış uşaq çətin deyil, onun keçirdiyi hisslər çətindir. Valideyn bu hissləri idarə etməyə kömək etməlidir, onları cəzalandırmaqla yox, anlamaqla. Təsəvvür elə ki, uşaq ağlayır, mən basıb döyürəm. Təsəvvür eləyin ki, tutalım deyirəm də, uşaq qazan yerə çırpır, mən də uşağı götürürəm, atıram yerə. Yəni bu aqressiv davranışa valideyn aqressiv reaksiya verirsə, uşaq onsuz da duyğularını ifadə edə bilmir və o nəyisə etməməyə çalışanda belə, məsələn, əvvəl qazanı yerə çırpırdısa, məsələn, fikirləşəcək ki, indi qazanı yerə çırpsam, anam gəlib mənə bir dənə qapaz qoyacaq, məsəl üçün deyim. Həmən davranışı qapaza görə etmir. Amma özü başa düşmür ki, qazanı niyə yerə çırpmaq olmaz. Sadəcə döyüləcəyindən qorxur deyə qazanı yerə çırpmır. Amma həqiqətən başa düşmür. Amma məsələn, bir-iki dəfə valideyn desə ki, olmaz, belə etmək düzgün deyil, sən belə eləyəndə xoş gəlmir, emosiyalarla iş aparsa, onun şəkildə iş alsa, bir-iki dəfə çətin olacaq və mütəxəssislə, psixoloqla birlikdə iş aparsa, uşaqda bu qayda normal şəkildə düzələcək və qaydasına girəcək. Və valideyn üzləşsə ki, mən harda özümlə səhv etmişəm. Ona görə uşağın hisslərini, emosiyalarını başa düşmək nədir? Vacibdir. Deməli, bugünkü təlimdən belə bir nəticə çıxarırıq ki, çətin tərbiyə olunan uşaqlar ümumiyyətlə yoxdur. Çətin uşaq anlayışı yoxdur. Sadəcə məsuliyyəti öz üzərindən atan valideyn anlayışı var. Sadəcə özünlə üzləşməyən valideyn anlayışı var. Yəni biz uşaq və yeniyetmənin psixologiyasını bilsək, uşaq və yeniyetmə ilə çox rahat şəkildə ünsiyyət qura bilərik, öz uşağımızı da çox rahat şəkildə yönəldə bilərik və dəstək ola bilərik. Amma məlumat qıtlığı, informasiya azlığı bizi gətirib çıxarır ki, bizim münasibət sistemimiz pozulur. Çünki birinci insanın özünü tapması vacibdir. Sonra uşağın özünlə birbaşa işləməsi vacibdir. Bugünkü mövzumuz bu qədər. İstəyirəm ki, suallarınızı yazasınız. Siz sual yazana qədər mən noyabr ayından etibarən uşaq və yeniyetmə psixologiya kursunu başladıram. Tam rəsmi şəkildə başlayır bu kurs. Yəni rəsmi sertifikatlı bir kursdur. VN-li bir kursdur. Qeyd edim ki, kurs mənim tərəfimdən aparılır. Mən psixoloq Könül Babaşzadə, özüm dövlət müəssisəsində çalışıram, uzun müddətdir və müxtəlif yerlərdə işləmişəm. İstəyir olsun dövlətdə, məsələn, məktəbdə işləmişəm, özəl müəssisədə işləmişəm, hal-hazırda dövlətdə davam edirəm. Onlayn qaydada da məni tanıyırsınız. Ödənişsiz videolarım var YouTube kanalından baxa bilərsiniz, abunə ola bilərsiniz. Ödənişsiz şəxsi inkişaf üzrə psixoloq kimi Telegram kanalım var, Instagram kanalım var. Oradan da baxıb məni izləyə bilərsiniz. Ətraflı şəkildə. Əgər siz uşaq və yeniyetmə psixologiya kursunu öyrənmək istəyirsinizsə, mənimlə bir yerdə başlaya bilərsiniz. Bu kursa ümumiyyətlə hər kəs qatıla bilər, amma bu kursa qatılmağın sən gedib psixoloq olacağın mənasına gəlmir. Sadəcə maariflənmək üçün, sadəcə öyrənmək üçün, öz uşağı ilə işləmək üçün. Çünki dəfələrlə olub ki, valideynlər qatılıb ancaq öz uşaqları ilə işləmək üçün. Yəni bir var ki,
Okey, sən gedirsən psixoloqla seans götürürsən, bu okey, effektlidir. Amma bir valideyn olaraq uşaq və yeniyetmə psixologiyasını bilsən, öz uşaqlarınla da daha rahat şəkildə işləyə biləcəksən. Həm terapiyaları bilirsən, həm problemləri bilirsən, problemi olan münasibət tərzini bilirsən. Düzdürmü? Yəni bilirsən. Kurs əvvəllər 3 ay idi, amma çoxsaylı istəkləri nəzərə alaraq kursu 2 aylıq və sürətlənmiş şəkildə ancaq bu cür təzyiq yığa bilmişəm. Yəni bu kursu istəsəz mənimlə birgə keçə bilərsiniz. Həm özünüzü inkişaf edəcəksiniz, özünüzün şəxsi düşüncələri yaranacaq. Artıq həyatı daha fərqli yöndən görməyə başlayacaqsınız. Başa düşəcəksiniz ki, ümumiyyətlə belə deyək ki, əslində mən kimə? Yəni bu uşaq psixologiyası elə bir növ səni özünə qaytaracaq. Yəni burada o sizin bildiyiniz teoriya, nəzəriyyə deyil. Onları onsuz da mən kitablar atıram, en qədər ki, gedib özünüz oxuyarsınız. Mən əsas praktik danışıram. Yəni praktik hissədən artıq başa düşəcəksiniz ki, nədir, nə deyil. Bir də bu kurs kimlərə daha effektivdir? Biraz şəxsi inkişaf üzrə üstün level olan insanlar üçün daha anlayışlıdır. Yəni nəzəriyyə dəzbərçilikdir burada keçmir, praktikdir və real problemləri əhatə etmiş olur. Dərsləri mən onlayn keçirəm, Zoom üzərindən keçirilir, video rekord olunmuş olur. Materialların hər biri də Azərbaycan dilində göndərilmiş olmuş olur. Yəni noyabr ayı məndə artıq uşaq və yeniyetmə psixologiya kursunun 15-ci buraxılışı başlayır. Əgər yazılmaq istəsəz, mən WhatsApp əlaqə nömrəsi qoyacağam qrupa, oradan yazıla bilərsiniz. İndi isə mən keçim istəyirəm, suallarınıza cavab verim və ondan sonra isə artıq yavaş-yavaş yekunlaşdırım. Çünki çox uzun danışmağı sevmirəm. Düşünürəm 20 dəqiqə danışsam da çox dəyərli bir məlumatı sizinlə bölüşdüm və siz artıq başa düşdünüz ki, müəyyən qədər nədir. Başa düşmədiyiniz hissələr varsa, YouTube kanalımda valideyn travmaları, valideyn obrazları mövzusunda və şəxsi inkişaf yönümlə yazdığım videoların digər hissəsinə də baxa bilərsiniz ki, təqribi az çox biraz psixologiyanı anlayasınız. Əgər çətinliyiniz varsa, yəni ilkin etapda ola bilər ki, çətinliyiniz olsun. İndi keçirəm bu tərəfə, görüm siz nə sual yazmısınız, mən onu cavablandırım. Oğlumun 14 yaşı olacaq, uşaqlıqdan diqqət əskikliyi, hiperaktiv pozuntusu var. Hiperaktivliyi düzəlir getdikcə, amma diqqəti düzəlmir, dərslərini özünə vermir, nə məsləhət görərsiniz. Ümumiyyətlə 14 yaşına qədər uşaq belə deyək ki, dəstək götürübmü, nə qədər müddət dəstək götürüb, həkimlə paralel yanaşı gedilibmi, ümumiyyətlə həkim bu duruma nə müdaxilə edir? Çünki bilirsiniz ki, demək ki, bu durumlarda bizə effektiv ola bilər paralel yanaşma, farmakoloji müalicə və bizə lazımdır müntəzəm olaraq diqqət çalışmaları işləmək, diqqətin korreksiyası proqramından istifadə eləməlisiniz. Məndə məsələn kursda bu proqram var, tələbələrimə verirəm, istifadə edə bilərsiniz, inkişaf elətdirə bilərsiniz. Ancaq bu cür şey. Dərslərə diqqət verməməyə tamam başqa şey. Dərslərə diqqəti niyə vermir? Nə səbəbə vermir? Nə səbəb olur? O faktorları tapmaq lazımdır. Yəni buna baxma, ya uşaq dərsi zəif bilir deyə diqqət vermir, ya evdə problem var deyə vermir, ya məktəbdə nəsə var, ortada nəsə var. Bu biraz psixolojidirsə bunu özünüz də araşdırın, müəllimlərdən də dəstək ala bilərsiniz. Yəni hər şeyi diqqət əskikliyinin üzərinə də atmaq olmaz. Biraz bu barədə araşdırma etməyinizi tövsiyə edirəm. Əgər tibbi problemdirsə, bu farmakoloji və psixoloji dəstək. Amma tək psixoloji bir problemdirsə, baxmaq lazımdır ki, uşaq nədən qaçır ki, diqqət əskikliyi kimi bir problemə yön vermiş olur. Bu şəkildə düşünməyinizi istəyirəm. Bəli, uşaqların tərbiyəsinin 50%-ni o yaşda aldığı üçün ətraf mühit və ailənin yanaşması önəmlidir. Bir sözlə pedaqoji üçbucaq önəmlidir. Uşağa tərbiyəsiz deyənlər əsasən öz uşaqlarını tərbiyə etməyən, bacarmayan mentalitetin qurbanlarıdır. Çünki onlara başqalarının həyatı daha önəmlidir. Bəli, siz çox gözəl yazmısınız Nərmin xanım. Əgər psixoloqsunuzsa və yaxud da pedaqoqsunuzsa və yaxud da bu işdə işləyən bir mütəxəssissinizsə, sizin mənim sayəmdə və sizin kimi enlərlə, hətta valideyn olsanız belə bu cür düşüncəli insanların sayı artdıqca artıq cəmiyyətdə uşaqlara və yeniyetmələrə qarşı olunan damğalar, bullyinglər, sui-istifadə halları azalar. Yəni biz daha çox ödənişsiz belə deyək ki, məlumatlar verərək, insanlara sunaraq bu fikri belə deyək ki, artıq yavaş-yavaş başa düşməliyik ki, uşaq bizim, yəni köləmiz deyil, ağacımız deyil. Biz 18 yaşına qədər bacardığımızı eləyirik. Sonrakı həyatında da bu insan müstəqildir, cəmiyyətə müstəqil addımlayır. Mənə görə gedib həkim olmalı deyil, mənə görə gedib xalası qızını almalı deyil, mənə görə evdə oturub yanımda qalmalı deyil. Ürəyi istəyərsə özü bildiyi şəkildə, təbii ki, valideyn yönləndirməsi və mütəxəssis yönləndirməsi ehtiyac olarsa, xaricdə də oxuya bilər, özünə fərdi başqa evə də köçə bilər, nə bilim, təhsil də ala bilər və s. Amma hər hansı bir, ümumiyyətlə bu etiket təkcə uşaqlıq dönəmindən qalmır. Gəlin etiraf edək ki, yetişkin versiyamızda belə hansısa etiketdən qorxuruq deyə hərəkətə keçməkdən qorxuruq. Məsələn, mən boşanmaqdan qorxuram, birdən mənə pozğun deyərlər. Düzdürmü? Mən ayrı evə çıxmaqdan qorxuram, deyərlər qudurub. Yəni böyüklərin arasında da bu etiketlər var da, düzdürmü? Həyatımız sanki etiketlərin arasında keçir. Yəni bir uşaq üçün isə 2 qat, 3 qat çətindir. Çünki hələ mən şuuraltı hissdən formalaşır. Valideynlər, qohumlar, məktəb ailəm hərəsi başlayır mənim üzərimə düşməyimə. Deməli biraz da şəxsi inkişaf yönü götürək. Şəxsi inkişaf keçək.
Uşağa sevginin azalması nədəndir? Mən bir çox ailədə görmüşəm ki, valideynlər uşaqlarla bir o qədər maraqlanmır. Uşaq nə qədər zək etsə, valideyn onu hesab etmir. Çox təəssüf edirəm ki, mən bu gün statistik məlumatlara əsasən deyim ki, dünyada olan 70% insan valideyn travmaları ilə doğulan insanlardır və hər bir insan həyatında valideyn müəyyən qədər travma qoyub. Kimi sözlə, kimi davranışla, kimi hərəkətlə, kimi düşüncə ilə, amma qoyub. Amma biz inkişaf etdikcə, siz yəqin ki, hər biriniz burdasınızsa, müəyyən qədər ailə dizimi terapiyası olsun, ailə psixoterapiyası olsun, bunun heç bir fərqi yoxdur. Siz əgər müəyyən inkişaf yolu keçən birisinizsə, artıq xəbəriniz olsun ki, biz bu döngüləri sındırırıq. Ona görə, yəni belə bir valideyn görəndə ki, uşağına sevgi vermir, uşağını azarlayır, uşağını döyür, ən azı kənardan düzdür, onun işinə müdaxilə kimi yox, başa sala bilərik ki, biraz məsələn öz aqressiyanız üzərində işləyin, uşağa çox yüklənirsiniz və ya da öz emosiyalarınız üzərində işləyin, uşağa çox emosional yüklənirsiniz. Misal üçün deyirəm, bax bu cür şəkildə yönləndirmə eləyə bilərik. Çətin tərbiyə olunan uşaqlarla psixoloq işlədikdə hansı metod terapiyalardan istifadə edir? Bu terapiyalara valideynləri necə cəlb etmək olar? Ümumiyyətlə terapiya hər bir insana individual olaraq aparılır. Yəni yeganə, yəni baxın belə deyim, adi həkim olsun, psixoloq olsun, fərq etmir də, yəni tibbi sahədə olsun, pedaqoji sahədə olsun, konkret bir düstur yoxdur ki, biz onu konkret yönədək. Məsələn, konkret hə get, məsəl üçün stramon iç, başının ağrısı getsin, belə bir şey yoxdur. Ümumi terapiyalardan istifadə edə bilərik və problemin səbəbinə uyğun terapiyalardan istifadə edə bilərik. Onun üçün də yəni biz yaxşı şəkildə bilməliyik uşaq psixologiyasını və yeniyetmə psixologiyası. Bunu bilmiriksə biz terapiyanı düzgün şəkildə istifadə edə bilməyəcəyik. İkinci stadsiyada uşaqlar üçün ən çox istifadə olunan terapiya yöntəmi oyun terapiyasıdır, art terapiyasıdır, düzdürmü? Nağıl terapiyasıdır və koqnitiv davranış terapiyasıdır. Yəni bunu da böləcəyik. Oyun mərkəzli koqnitiv davranış terapiyası, düzdürmü? Bu vasitələr. Əgər bilmirsinizsə, mənim kursuma yazılaraq, inkişaf edərək öz üzərinizdə işləyə bilərsiniz. Valideynləri necə cəlb eləmək olar? Əgər siz uşaqla tete-a-tet birbaşa uşaqla işləyirsinizsə və mütəxəssissinizsə, zaten mən birinci dərsdə başlayanda deyirəm ki, bizim qanunvericiliyə əsasən sən 18 yaşına qədər heç bir uşaq, yəni 18 yaşına çatmayan heç bir uşaqla valideyn icazəsi olmadan seans apara bilməzsən. Bu qanuna ziddir. Sabahsı gün gedər o uşaq intihar edər və mütəxəssis olaraq sən günahkar olarsan. Valideyn özü gətirməlidir ki, ay psixoloq xanım, mən istəyirəm siz mənim uşağımla işləyəsiniz. Valideyn bunu qəbul etməlidir, hüquqi şəkildə və məsuliyyət götürməlidir. Bu psixoloq mənim uşağımla işləyirsə, mən məsuliyyəti öhdəmə alıram. Psixoloq da apardığı terapiyanı, apardığı metodu valideynə sunmalıdır. Ay əziz valideyn, baxın, sizin uşağınızda bu problem var. Mən bu problemi bu cür metodla, bu cür yolla, bu cür terapiya ilə işləyirəm və sizdən də xahişim odur ki, həftədə 2 dəfə psixoloqa da gəlsə, bu proses evdə davam etsin. Yoxsa elə mən aparım uşağımı ki, hə, mən boşanma ərəfəsindəyəm, atım psixoloqa, psixoloq boşanmanı işləsin, uşağın duyğu, amma evdə də gəlin bütün günü dava söz söhbət. Təbii ki, bu terapiya effektsiz olacaq. Deməli, burada valideyn məsuliyyəti təkcə uşaq doğulmaqla deyil, mən bu uşağı dünyaya gətirmişəmsə, onun məsuliyyətini də öhdəmə almalıyam. Həkimə aparanda da almalıyam, psixoloqa aparanda da almalıyam. Çünki sən burada artıq, necə deyim, məsuliyyət alırsan. Başa düşməlisən ki, mən kimin yanına aparmışam, nə aparmışam, bu nə edir, nə etmir, nəyə əsasən bunu deyir, nəyə əsasən bunu demir. Yəni zaten psixoloqa hər adam gələ bilmir. Psixoloqa gələn insanların IQ-su yüksək olan insanlardır, emosional zəkası üstün olan insanlardır. Emosional zəkası aşağı olan insanlar zaten psixoloqla yəni belə deyim ki, çox gedə bilmir, təəssüf olsun və ümumiyyətlə psixoloqu qəbul etmək istəmir. Yəni kiminə görə təhqir, kiminə görə xoş söz ola bilər, amma ki bunu açıq demək gərəkirsə, yəni bu reallıq bu cürdür. Gənc ailə üçün münasib, qiymətli onlayn sirr. Mən ümumiyyətlə hansısa psixoloqu sizə məsləhət görmürəm. Çünki niyə görə? Özünüzün axtarıb tapmağı daha yaxşıdır. Hər bir xarakterə uyğun olaraq bir psixoloq var. Misal üçün, hər bir. Amma məsələn, elə bir psixoloq var ki, atıram, sizə 10 manata deyəcək seans, 20 manat. Amma siz bilmirsiniz o harda təhsil alıb, nə işləyib, nə kimi fayda sunub. Yəni burada da biraz sorğulayın ki, yəni bu pula, verdiyim pula dəyirmi? Bəlkə məsələn 20 manat üzərinə qoyub, məsəl üçün deyim, artıq ödəniş ödəsəz daha çox nəticə götürərsiniz. Yəni ola bilər bir ay gec gedəsiz, amma daha peşəkar birinin yanına gedəsiz, daha rahat şəkildə işləyəsiz. Əgər öz üzərinizdə işləmək istəyirsinizsə, mənim açdığım Mənəvi Həyatlar kanalı var. Ora abunə ola bilərsiniz. Çox minimal məbləğlidir. 2 aylıq inkişaf proqramında öz üzərinizdə işləyə bilərsiniz. Amma ancaq və ancaq uşaq və yeniyetmə psixologiyası istəyirsinizsə, mən tövsiyə edirəm ki, mənim kursuma yazılasınız. Bəli, YouTube kanalına yüklənəcək, kim istəsə baxacaq.
Bir dənə də valideynə dəstək olaraq çıxıram artıq. Deməli, 6 ay psixiatr müalicəsi almışıq, dərmanlar pisdə donuq qaldı. Bir də psixoloji nəticə demək olar ki, çox az oldu. Mən çox təəssüf edirəm ki, nəticəniz çox az oldu və dərmanlar ümumiyyətlə yan nəticə göstərirsə, deməli proses düzgün getmir. Siz bu barədə artıq gedirsiniz, həkiminizə deyirsiniz ki, ay hörmətli psixiatr, sizin verdiyiniz dərman mənim uşağımda bu səbəb olur. Zəhmət olmasa ya dozasını azaldın, ya dərmanı alternativ əvəz eləyin. Əgər tibbi problem varsa, həkim də zəhmət çəksin, o dərmanın dozunu azaltsın və yaxud da ki, dərmanı başqa dərman əvəz etsin, əgər ekstra durumdursa. Və psixoloqla paralel getmisinizsə, psixoloq durumu izləməlidir. Baxmalıdır ki, sizin uşağınız harda necə qalıb. Yəni orada siz necə izah etməlisiniz. Siz necə valideyn seansda birbaşa iştirakçı olmalıdır. Valideyn seansdan kənarlaşdırılmalı deyil. Yəni bu məxfilik deyil. Yəni başa salmalıdır valideyn, izah etməli. Valideyn başa düşməlidir ki, mənim uşağımın Lori dedəcəm, götürə bildiyi bilik bacarıq hara qədərdir? Mən uşağıma nə qədər dəstək ola bilərəm? Harda dayana bilər? Biraz da reallıq prinsipini qəbul etmək lazımdır. Amma pes etmək lazım deyil. Öz əlimizdə işləyirik. Psixoloqumuzu dəyişə bilərik, həkim psixiatrımızı dəyişə bilərik. Yəni bu ola bilər və hətta səmimi şəkildə psixoloqunuza da etiraf edin ki, mən sizlə işləyirəm, amma uşağımda çox az nəticə görürəm. Bu məni narahat edir. Çünki davamlı olaraq mən də istəyirəm bir valideyn olaraq səninlə bu qədər müddət işləyirəm. Mən də istəyirəm ki, bu nəticələri görüm. Mənə aç, əgər bu nəticə baş vermirsə, səbəbi nədir? Çox xahiş edirəm, mənə bunu izah eləyin. Psixoloq savadlıdırsa sizə zaten bunu izah eləyəcək real кейslər üzərindən. Yəni bu baxımdan narahat olmayın və siz o prosesdə artıq güvənilir bir bağ quracaqsınız. Yəni güvənilir bağ qurmaq bizə hamı üçün bağlıdır. Adi müəllimin yanına gedirsən, adi bir kursa gedirsən, adi bir psixoloqla danışırsan, sən güvənilir bağ qurduğun bir psixoloqun olsun. Məsələn, mənim 2 ildən artıq pasientlərim var, yanıma gəlir. Onlar 2 ildir ancaq mənim yanıma gəlir. Niyə? Çünki ancaq mənlə güvənilir bağ qurub. Yəni hər bir insanda, yəni belədir. Yəni adi bir satıcı olsun. Elə insan var deyir ki, mən o satıcıdan paltar almıram, amma o biri satıcıdan alıram. Və ya da mən bu mağazinə girmirəm, bu mağazindən alıram. Yəni orada mən baxmalıyam ki, mən kimə və nəyə güvənirəm. Yəni orada güvən yaranmırsa, sadəcə dəyişdirə bilərsiniz. Fərqli bir aspektə gedə bilərsiniz. Amma birinin pis olması, birində nəticənin olmaması digər necə deyim də 99-unda da nəticənin pis olması mənasına gəlmir. Nəysə fikirləşmək olar. Rahat şəkildə, hətta həkiminizdən də dəstək götürə bilərsiniz. Yəni bu cür şəkildə tövsiyə edə bilərəm sizin üçün. Siz də çox sağ olun, təşəkkür edirəm, var olasınız. Hər birinizə təşəkkür edirəm. Bugünkü mövzumuz bu qədər. Kursa yazılmaq istəyənləri isə əlaqə nömrəsi qoyacağam qrupda. Şəxsimə yazaraq kurs barəsində də ətraflı məlumat ala bilərsiniz, yazıla bilərsiniz. 20 noyabr tarixindən artıq yeni qrupla başlayıram. Hər birinizə uğurlar arzu edirəm. Dəyərli vaxtınızı ayırdığınıza görə isə sizə təşəkkür edirəm. Sağ olun, görüşənə qədər.